Çar Rusiyası Azərbaycanda bu siyasəti başladı. Sonradan SSR də həmin siyasəti davam etdirdi. Bu siyasətə etiraz edənləri də sadəcə Sibirə göndərib güllələyirdilər. Siyasət nədən ibarət idi? Etnik milli kimliyə fikir verməmək, istədiyi formada onu yazmaq. Sovet dövləti Talış milli kimliyini qəbul etmirdi. Onları assimilə etmək istəyirdi, əritmək istəyirdi. Bu birinci məsələ. Ona görə də Həzi Aslanovun sənədlərində Talış yazıla bilməzdi. Şəxsən mən Talışam, amma mənim sənədimdə Talış yazılmayıb, Azərbaycanlı yazılıb. Heç bir qohumumun sənədində Talış yazılmayıb. O məntiqlə biz Talış deyilik. Və yaxud da ki, özünə türk deyənlər sənədlərinə baxsınlar. Onların sənədində də türk yazılmayıb, Azərbaycanlı yazılıb. O məntiqlə onlar türk deyirlər. Məsələ nədən ibarətdir? 19-cu əsrdə Çar Rusiyası Azərbaycanlıları tatar olaraq qəbul edirdi. Sənədlərə baxsaz görərsiniz ki, Rus-Tatar məktəbi və s. sənədlərdə yazılıb ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti tatardır. Amma heç vaxt Azərbaycanda əhalinin əksəriyyəti tatar olmayıb. Heç bir regionda. Azərbaycanda əhalinin əksəriyyəti Azərbaycan türkləri olub. Amma sənədlərdə elə yazılıb. İndi özünə türk deyən, Talış deyənlərin əcdadlarının sənədində tatar yazılıb. Sonradan tatar sözü türk sözülə əvəz olundu, daha sonra bu söz Azərbaycanlı sözü ilə əvəz olundu. Bir çox dağ yəhudilərinin sənədində Sovet dövründə tat yazılırdı. İndi həmin məntiqlə onlar tatdılar. Yəni minlərlə belə misal çəkmək olar ki, Sovet dövrü milliyyətə düzgün yanaşmırdı. İstədiyi insanı istədiyi millətdən yazırdı və buna etiraz edənləri də cəzalandırırdı. Yəni Həzi Aslanov Talış olub. Onun sənədində Talış yazılmaması Sovet dövrünün Stalinizmin qeyri-insani, antimilli siyasətinin nəticəsidir. Bu qədər.